Hər kəs salamlar. Deməli əziz dostlar, yenə mənə qarşı təxribat olur. Ona görə bir video çəkmişəm. Deməli söhbəti başdan ayağa danışacağam. Nətər oldu, necə oldu ki, hamı aydınlığını bilsin. Deməli bir neçə gün bundan əvvəl canlı yayım idi. Dedilər ki, bəs pəhlivan var, güya 100 kilo ilə rivok eləyir, 10 dəfə rivok eləyir, 100 kilo girir, sonra 10 dəfə də jim basır. Mən də dedim ki, mən buna inanmıram. Çünki həqiqətən də dünyada onu eləyə bilən elə bir insan bu dünya tarixində heç bir pəhlivan 100 kilonu qaldırıb belənçinə rivok eləyib, dalıcanda jim, bir təkansız ancaq belə jim basmaq olmayıbdı. Nəsə qısa danışacağım. Sonra Nurəddin qayıtdı, dedi ki, o gir mənim girim olubdu. Güya 75 kilo çəkisi olubdu. Nəsə 100 kilodan düşdülər 75'e, dedim 75'e də inanmıram. Nurəddinə sual verdim. Dedim, ay Nurəddin, sən özün nə qədər qaldın? Çünki mən açığın deyim, vallahi billahi, yəni inanmayanlar da videoları var, Rusiyada zətdə çəkilən. Belə yaxınlaşdırın videonun yaxından, görəsiz 16-24'dür. Mən özüm də yaxından Nurəddinin qaldırdığı daşı görmüşəm ki, 16 ilə 24 kilo qaldırır. Bu da qaldırmayıb, əlinə veriblər. Qaldırıblar, belə dişinə keçirdiblər, əlinə veriblər. Dedi ki, bəs mən qaldırdığım çəki 110 kilo olubdu. Tək əlimdən 110 kilo. Mən də dedim ki, 110 kilo giri yoxdur, sən 110 kilonu harada qaldırdın? Düzdür, həyətində bir dənə gir var idi, 90 kilo, 95 kilo çəkisi vardı. Prosta var idi o giri. O giri heç kim qaldırmırdı, heç özü də qaldırmayıb o giri. Elə o giri mən onu görəndə necə var, elə küçdə də qalıbdı. Bir dənə də gir var idi, bir verilişdə tullayır mənə, deyir 75 kilonu qaldırmışam. Heç o gir 75 kilo olmayıbdı, o da Müsəllim Pəhlivanın sirkavoy giri olubdu. Həmin o gir 75 kilodur, amma için boşaldanda olur 24 kilo. Onu da bizim pəhlivanımız Xaldun Pəhlivan təsdiqləyə bilər. Yəni mən onu özümdən çıxartmıram ki, Xaldun özü deyir ki, mən 13-14 yaşında, 15 yaşında atamın yanında, atası rəhmətli Gəray Pəhlivan olub, sirkdə işləyib, bütün günü səhnələrdə olub, Müsəllimlə də Gəray dost olublar. Yəni qaldırdığım gir deyir, o olubdu, onun içi boşalanda 24 kilo olur. Nurəddin də onu televiziyada, ATV kanalında belə eləyir, deyir mən 75 kilo ilə jim basıram. Nəsə sözüm onda deyil, mən haqqa, nahaqqa. Nəsə Nurəddin başladı orada deməyə, mən səninlə yarışıram, gəl yarışaq. Bu Detski söhbəti yığışdırdı, Nurəddin. Mən Meksikadayım, sən bilirsən ki, mən oraya gələn deyiləm. Deyirsən ki, gəl yarışaq. Mən öz kör gözümlə görməmişəm. Mən görürəm ki, sən neçə kilo qaldırmısan da. Gözlərim kör deyil ki, mən görürəm də. Sənin qaldırdığın 16-24 olub. Sən heç 2-32'ni qaldıra bilmirsən. Sonra dedi ki, mən heç vaxt məşq eləm. Yox, dedim, Nurəddin, yaxşı 100 kilonu qaldırmısan. Necə qaldırmısan onu, 110 kilonu? Məşqin proqramını diginən biz də bilək də. Bunun sirrinə, aşkına biz də bilək ki, görək sən neçə kilo yük qaldırmısan. Hamıya maraqlıda nə olar? Qayıdıb nə deməsə yaxşı, deyir, mən heç vaxt məşq eləməmişəm. Ay. Deyirəm, məşq eləməyən adam vəbşi ümumiyyətlə qaldıra bilməz. Sən məşq eləməmişsən. Deyir, məşq nədir, idman nədir? Tirnajora getmək insanı dala atır. Söhbətə bax, gör bu nə qədər savadsız adamdır. Tirnajora getmək insanı dala atır, belə eləyir. Ona görə mən də deyirəm ki, Nurəddin, ona görə 16 ilə 24'dən başqa daş qaldıra bilmirsən sən. Heç 32'ni sən heç 10 dəfə belənçinə basa bilmərsən, sənin gücün çatmaz. Yalandan cəmaatı aldatma ki. O ki qaldı bu söhbətə, dostlar, bundan sonra düşdü məndən abijnik. Başladı, indi bir Əli adında biri var. Əli adında biri var, Cəllabadda yaşayır. Şərəfsizin biridir. Yəni videosu da var, burada paylaşmışam videosunu. Yəni indi bu videonun sonunda o videonu elə eləyəcəm ki, sizin qarşınıza çıxacaq, girib baxarsınız. Nəsə, bu Əli mənə, bu da 4-5 ay bundan əvvəl olub, onu Nurəddin də görüb, bütün hamı görüb, orada Əli quşlayır. Mən də o videonu qoyuram ki, o cəmaat görsün ki, pəhlivan adından istifadə edən necə juliklər var. Nəsə, Əli mənə qayıdır, deyir ki, o videonu sil, o videonu birinci sildirməkdən ötürü xahiş eləmək lazımdır. Demək lazımdır ki, xahiş eləm, o videonu silginən. Mənə oradan söyüşlə başlayır, mənim videomu qoyub, öz statusunda söyüşlə paylaşıb. İndi onu da sizə göstərəcəm, baxın. Yəni məni söyüb öz statusunda. Mən də o söyüşü o vaxtı Nurəddinə attım. Nurəddin dedi, qələt eləyir, pox yeyir. Mən onu tənbih eləyəcəm, o düzgün eləməyib, nəsə sözüm onda deyil. Nurəddin onda mənim canlıma gəlirdi axı. Mənim yanımdaydı axı Nurəddin onda. Məndən belə deyək istifadə eləyirdi öz aləmində. Məndən heç kim istifadə eləyə bilməz.
Nəsə indi Nurəddinin quyruğu qapı arasında qalıb. Görür ki, məsələ bu tərəfdədir. İndi başlayıb mənə qarşı təxribat eləmək ki, əlini mən yenə bir var yoxun zadını söyləyim. Mənim vecimə deyil, Nurəddin eşidirsən məni, ürəyiniz gedib kimə istəyirsiniz şikayət eləyin. Bax, buradan deyirəm. Kimə istəyirsiniz şikayət eləyin. O əlinin mənə söydüyü söyüşlər də buradadır. Videosu da var, hər şey var. Mənim üstümə bunlar şər atırlar ki, güya mən Əliyə demişəm ki, sənin şəkillərini silməkdən ötürü mənə pul verginəsən. Mən birincisi Əlinin şəklini paylaşmamışam. Mənə Əli kimdir ki, onun şəklini paylaşım mən. Mən Əlinin videosunu paylaşmışam. Orada da tək mən deyiləm, bütün hamı var. Canlı yayımda danışılan söhbətdir. Söhbətin videosunu paylaşmışam. O da mənim kanalımdır. Zor eləmişəm, yaxşı eləmişəm, əlimin içindən gəlir. Mənim birbaşa haqqım var. Onun öz kanalımda onun videosunu paylaşıram. Başa düşdün? YouTube'a görə də ki, mən faiz ödəyirəm, vergi ödəyirəm mən YouTube kanalını işlətməkdən ötürü. Mən YouTube kanalına hər ay mənə gələn pula görə vergi ödəyirəm. Bu da mənim kanalımdır. Belə əcəb eləyirəm. Nurəddin eşidirsən məni? Yaxşı eləyirəm. Ürəyim istəyər silərəm, ürəyim istəyər saxlayaram. Kimin də ürəyə hansı videonu sildirmək istəyirsə, yenə də deyirəm, havayı heç kimin dədəsinə mənim borcum yoxdur. Mən o videodan pul qazanmışam. Mən də o videodan pul qazanam, mənim heç kimin dədəsinə borcum yoxdur. Başa düşdün Nurəddin? Haçan özünə kanal açarsan, özün kanalı özün idarə eləyərsən. Amma sən Nurəddin mənlə başladın düşmənçilik eləməyə. İndi bu videolara baxın əziz dostlar. Söz söhbət olaya, gənə söz Bir söhbət. dəqiqə deyəm, burada başqa söhbət eləmək. Sözümü keçin. Yox, mən Nurəddin müəllim icazə verir, mən danışım. Hacı onda burada danışsın, niyə danışmasın ki? Sənə nə dəxli var? Ay Zazım. Həlim burada özünüz də deyim, sizdə olmayan adamın haqqında. Qardaş, olmayan söhbət qoy insandır da, qoy danışırsa niyə adamın sözünü alırsınız? Ha, günah bunun özündədir, bunun özü Mən də asıram qulaq. Hamısı orada qulaq. Bir-birinizi asmırsınız qulaq, heç kim orada qulaq asmır. Ama bunun özü nə? Bu o Çingizin onunla işi yox idi. Götürüb Çingizin haqqında türbəzi şəkil bu pis şeylər. Şəkillər yox, nə çayı var, sənə nə dəxli var? Sən düzəm sənə nə? Nə dəxli var deyə eləmədi qardaşlar. Bax, söhbət. Mən səhv onda olub, Çingizdə olub səhv. Mən lap birinci Çingizdə olub. Görə nə olub? Sakit Zazab eşidirsən? Bəli, bir iki həftə bundan əvvəl yazdım ki, sil onu, yazdı ki, pulunu ödə silim, yəni pul qazanır da o video. Başa düşmürəm. Niyə görə ki, sən əgər burada durur ki, kimsənin şəklini qoyur ki, ondan pul istəyir. Elə çıxır da, yəni bilmirəm. Dayı keçən səvər, dayı çox... Cengiz səndən pul istəyir. Bəli, pul istədi. Dedi, pulumu ödə, mən o videonu sil. Mən videonu dedim, yaxşı da bir abır olmuş. Cengiz onu heç vaxt eləyə bilməz kimsəyə qarşı da. Birinci bu dərəbəlik deyir buradakı kimsə sənin mənim çəkilən, sənin şəklini qoysun orada desin ki, mən bu falankəsi olsun. Kim olur olsun. Mən belə adamları heç tanımıram. Bu adamlarda xahiş edirəm ki, birliyə yaxın buraxma. Kimdən asıl deyil, mən pəhlivan kimi tanımıram da. Gəlib bu cəmiyyətdə gəlib özlərini şey eləyərlər. Bəlkə gələn maqsad. İcazə versin alın söz deyim. Mən Zaza bu sözü sizə deyirəm. Mən Əli, yenə də deyirəm qardaş. Mənə zəng... Səhv deyil o sən. O düzgün danışmır. O mən danışım, siftəsini azalda bilir, mən də bilirəm. Bir dəqiqə də qardaşım. Mən də siz bildiniz, mənə də bu adam niyə görə mənə müraciət edir? Xeyr olsun. Arkadaş, o söhbəti burada eləməyik. De söhbəti o şəxsi öz aralarında olub getsinə eləsinlər. Burada El Pəhləvanlar Birliyinin arasında olmuyor baxın. Bir dəqiqə, bilirsən nə var? Bilirsən nə var? Bu da ki, El Pəhləvanlar Birliyidirsə, əgər mən El Pəhləvanlar Birliyi... Söhbət burada olmuyor, söhbət şəxsi öz aralarında olub. Şəxsi deyir ki, bir dəqiqə, Gördüyünüz kimi əziz dostlar, burada yəni videoları qoydum, Nurəddinin danışığını eşitdiniz. Yəni Nurəddin özü deyib ki, burada olmayan adamın dalıcan danışmayın. Nətər olur hə Nurəddin? Bu Heydərə deyirsən dalıcan danışmayın. Əlbəttə Çingizin dalıcan niyə danışmalısınız? Mən yoxam mənim haqqımda niyə görə orada danışırsınız? Birincisi mən maşinlik deyiləm. Sən mənə hansı ixtiyarla sən mənə deyirsən ki, onu mən pəhlivan kimisən. Kimsən ki Nurəddin mənə pəhlivan kimi tanıyım? Mənə pəhlivan adı vermisən sən? Yoxsa mənə pəhlivan adını xalq veribdir. Bütün Azərbaycan xalqı məni pəhlivan kimi tanıyır. Sonra Xaldun pəhlivan mənə deyib ki, səndən pəhlivan olacaq. Həqiqətən də ilk dəfə görəndə Xaldun məni, o dedi ki, səndən pəhlivan olacaq. Hətta o Xaldunun oğlunun sünnət toyuydu, səhv eləmirəmsə, orada bütün pəhlivanlar da oradaydı. Siz özünüzə pazvalət eləyib, mənə belə yaxın gəlmədiniz. Yəni özünüzü elə aparırdınız ki, güya ki siz məni priznavat eləmirsiniz.
Bu hərəkətləri siz elədiniz Nurəddin. Başa düşürsən, hamısı mənim yaddaşımdadır. Özünü normal aparın, sən kimsən ki, kiməsə də ad verəsən. Sənə o ixtiyarı Azərbaycanda kim verib Nurəddin? Sən özün üçün El Pəhlivanlar Birliyi eləmsən. Bəli, El Pəhlivanlar Birliyinin içində olanlara sən ad verə bilərsən. Pəhlivan adı verə bilərsən, nə bilim, ağsaqqal adı verərsən, nə bilim, ağbirçək adı verərsən, o sənin işindir. Amma sən kimsənsə Azərbaycanın ofşadından danışan, sən heç ixtiyarın yoxdur Azərbaycanda yarış keçirtməyə. Başa düşdün? Sənin İdman Naziri priznavat eləmir. Sən Azərbaycanda yarış keçirtməkdən ötürü. Sən elə belə birliyi içində eləyən bir tədbirdə diplom verirsən, onu mən də verə bilər. Lüboy adam şirkət olan gedib peçat vurub diplom verə bilər. O ki keçdi sənə, Nurəddin, mən cəmaatı aldatmıram, indiyə qədər də işimi yalan danışmamışam. Deyirsən ki, mən heç vaxt deyirdin ki, yəni bütün hamı işdir bunu. Mən Əliyarla bir yerdə oturub çörək yeməmişəm, bir yerdə Əliyarla söhbət eləməmişəm. Bu da Əliyar Pəhlivan, oturmuşsuz bir yerdə. Ben nəyə görə deyirdin ki, mən Əliyarla heç vaxt bir stolda oturmamışam? Elə danışırdın ki, yəni adam da belə qalırdı ki, Əliyar yalandan danışır. Görsən Əliyar yalan danışmır. Əliyar deyirdi ki, mən Nurəddinlə oturmuşam bir yerdə, dostluq eləmişik. Yəni mən burada belə bir maraqlı bir söhbətlər əmələ gəlir, Nurəddin. Yadında saxla Nurəddin, Çingiz heç vaxt heç kimə yalan danışmayıbdı. Çingizin də heç vaxt heç kimə yalan borcu yoxdur. O ki qaldı mənə hədə qorxu gəlirsə, hə? Nə bilim polisə verəcəm, ürəyin istəyir ki, kim istəyirsən vercinə. Məni nə ilə tutdurasan? Oğurluq eləməmişəm, narkotik satmamışam. Kiməsə ünvanlı söyüş söyməmişəm. Kimsənsə təhqir eləməmişəm. Kim məni söyüb, paylaşmışam, cavabını vermişəm. Elə o məni söyüb məndən şikayət eləyəndə getsin birinci özündən şikayət etsin. Sabah mən də polisə göstərəm ki, söyüb mənə. Elə onun özünü tutacaqlar polislər. Başa düşdün? Ağıllı olun. Mənim dalımcan bir də palaskat eləmin, eşitdiniz məni? O ki qaldı yenidən pəhlivanlığa, elə bir oğlan anasından olmayıb ki, qaçsın desin ki, mən Çingizi pəhlivan kimi tanımıram. Pəhlivanların içində. Ola bilər pəhlivan olmasa deyə bilər o sözü. Sən kimsən ala mənə deyirsən ki, Çingizi pəhlivan kimi tanımıram, onu canlıya qaldırmayın. Siz sevinin ki, Çingiz sizin canlınıza gəlir ya kişi. 10 nəfər adam olur, 10 nəfərin 7'si ancaq bir-birinizi tərifləyirsiniz orada. Başa düşdün hə? Özə mən sənə görə ora gəlməmişəm Nurəddin. Mən ora Zaziyə görə gəlmişəm, onun xətrini çox istəyirəm. Başa düşdün? Onu da salmısan zəncərə. Qalıb 2 nəfərin ortasında. Ayıb da, yaşından utancına. Özün dalıcan deyirsən ki, filan kəs şərəfsizdir, filan kəsi rədd eləyəcəm, belə eləyəcəm, indi dostluğa. Bu oyun oynayırsan ki, əlini vermirsən ki, qabağa əlini biraz söyün, mənə aparıb yenə polisə verəsiniz. Ay sənin Nurəddin. Mən Nurəddin, sənə 40 dəfə demişəm ki, mən özüm polisdə işləmişəm. Eşitdin məni? Məni kimlənsə səhv salmayın. Ağıllı olun. İndən belə mənim dalımcan danışmayın. Haçan mən olaram, söz olan mənim üzümə desin. Qalxmışam canlı, deyirəm qalxızın yuxarısı yox, deyirsən onu qaldırma ki. Eşitdin mən Nurəddin, mənim dalımcan heç kim danışmasın. Videoda baxacaqlar, biləcəklər Nurəddin kimdir, Çingiz kimdir.